saatlarında da biz elə səhərimizi bu təxribat xəbəri ilə açdıq. İstəyərdim ki, Azər bəy, sizə də söz verim və buna dair fikirlərinizi öyrənək ki, həm təxribat xəbərlərinin gəlməsi, həm də sülhlə bağlı proseslərin paralel şəkildə irəlilədilməsi əslində hazırki mənzərənin necə olduğunu ortaya qoyur. Çinar xanım, sabahınız xeyir. Əslində, hörmətli cənab polkovnik bütün məsələlərə toxundu. O cümlədə də onun siyasi aspektlərini də vurğuladı. Amma təkrarçılıq olmasın deyə mən öz tərəfdən bəzi məsələlərə bir daha nəzər salmaq istəyirəm. Əminliklə deyə bilərik ki, baş verən hərbi təxribatlar bir mənalı şəkildə iki dövlət arasında gedən sülh danışıqları prosesinə birbaşa olaraq maneçilik törədir. Və beynəlxalq təcrübəyə də biz nəzər saldıqda görə bilərik ki, ümumiyyətlə bu tipli hərbi təxribatların əsas məqsədi ilk əvvəl danışıqlar masasında oturan tərəflərə, xüsusilə də əks tərəfə müəyyən mənada təsir etmək məqsədi ilə çox zaman baş verir və bundan bir alət kimi də istifadə edirlər. İndi Ermənistan tərəfində, Ermənistan siyasi elitasında təbii ki, bundan bir alət kimi istifadə etmək niyyətində olan qüvvələr kifayət qədər çoxdur. Çünki bəlli məsələdir ki, Ermənistan cəmiyyətində bugün hələ də anti-Azərbaycan ritorikası kifayət qədər güclüdür və bu anti-Azərbaycan ritorikasını da məhz bu tipli hərbi təxribatlar vasitəsilə münasibətləri daha da gərgin müstəviyə keçirməklə müəyyən mənada dəstəkləmiş olurlar və ya inkişaf etdirmiş olurlar. Və bunda maraqlı olan daxili qüvvələrə həm də havadarlıq ilə xarici qüvvələr var. Yəni, sanki müəyyən bir qrup dövlətlər və ya siyasi liderlər var ki, onlar Ermənistanın bu indiki vəziyyətinə maksimum yararlanmaqla müxtəlif dırnaq arası dəstək proqramları çərçivəsində bir növ havadarlıq etməklə, güya ki havadarlıq etməklə onlar Ermənistana siyasi dəstəyi göstərməklə bölgəyə daxil olub, bölgədə gedən proseslərə müdaxilə etməyə çalışırlar və perspektivə hesablanmış bəzi deməli proqramlar üzərində öz niyyətlərini kökləmiş olurlar. Bu hansı proqramlardır? Mən deyim sizə. Yəni, əgər biz son çıxışlara nəzər salsaq, görərik ki, dünyanın müxtəlif ölkələri, o cümlədən də bölgədə marağı olan dövlətlər, təbii ki, ilk əvvəl burada biz Çini də xüsusilə qeyd edə bilərik. Eyni zamanda Qərbin müəyyən dairələri, indi hələlik ki, bu Almaniyanın mövqeyində bu daha açıq bürüzə verən bir hal oldu. Və ya götürək Avropa Birliyində, məsələn, Avropa Komissiyasının sədri Ursula von der Leyenin son Səmərqənddə keçirilən çıxışı zamanı da xüsusilə də Azərbaycanla bağlı olan müsbət bir fikir söyləməsi ondan xəbər verir ki, Cənubi Qafqaz bölgəsində çox güclü və çox gedişli və kifayət qədər də çox şaxəli bir geosiyasi proseslər baş verməkdədir. Və bu geosiyasi proseslərin də son müəyyən bir mənada fazası bilavasitə Cənubi Qafqaz bölgəsi üzərindən bir çox kommunikasiyaların işə salınması, mövcud kommunikasiyaların inkişaf edilməsi, yeni kommunikasiyaların açılmasıdır ki, bu da bilavasitə bu prosesdə Ermənistanın müəyyən mənada iştirakını nəzərdə tutur. Əgər dünyanın güclü dövlətləri və xüsusilə də Avrasiya qitəsində söz sahibi olan dövlətlərin və siyasi mərkəzlərin Azərbaycan üzərindən keçən kommunikasiyalarda, xüsusilə burada mən həmi təbii resursların Avropa istiqamətinin daşınması, istər beynəlxalq yüklərin daşınması, istərsə də ki, yaşıl enerji ilə bağlı son bəyanatlara nəzər salsaq, onun da yenə də Azərbaycan üzərindən tranzit olaraq daşınması və bütövlükdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olmasında geniş iştirakını diqqət mərkəzində saxlasaq, onu görərik ki, bəli, həmin Avrasiya qitəsində gedən çox geniş və kifayət qədər qlobal bir inteqrasiya layihələri reallaşmaqdadır. Azərbaycan tam o proseslərin içindədir. Amma Ermənistan o proseslərin nəinki kənarında, heç qırağında tamamilə uzaq bir məsafədə qərarlaşır və özünün bu kimi davranışlarının özünü təcrid vəziyyətinə salmağa nail olur. Və bunu görən Ermənistan havadarları çalışır ki,
danışıqlar prosesinə müəyyən mənada həmin hərbi təxribatlar, siyasi dəstəklər, hərbi yardımlar, müxtəlif təlimat proqramları, təlim kampaniyaları vasitəsilə Ermənistan siyasi hakimiyyətinə təsir eləsinlər və bu tək Ermənistanın iqtidarına dəstək olan qüvvələr üzərindən də baş vermir. Hətta Ermənistanın müxalif düşərgəsinə də kənar müdaxilələr və dəstəklər var ki, nəticə etibarilə, misal üçün, Gümrünü götürək, ya Parkarda götürək, orada keçirilən bələdiyyə seçkilərində müxalifətin qalib gəlməsi də etibarilə, misal üçün, Gümrünü götürək, ya Parkarda götürək, orada keçirilən bələdiyyə seçkilərində müxalifətin qalib gəlməsi də və o müxalifət düşərgəsinin kimə bağlı və ya hara bağlı olduğunu da biz təxmin edəcək. Görərik ki, Ermənistan artıq bu bir poligona çevrilibdir. Bu geosiyasi proseslərin və oyunların poligonuna çevrilibdir və buranın dünyanın müxtəlif proses daha qlobaldır və bu tək Azərbaycan, Ermənistan arasında gedən sülh prosesini qarşısına almaq yox, daha geniş mənada Cənubi Qafqaz bölgəsində nəzarətə nail olmağa hesablanmış bir siyasətdir ki, yəni bu siyasətin qarşısında eyni zamanda Azərbaycan özünün çox mahir siyasi gedişlərini diplomatik addımları ilə almış olur. İndi təbii ki, indi hara qədər bu proses gedəcəkdir, bəlli məsələdir ki, əgər biz Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin olunmasından danışırıqsa, bir mənalı şəkildə Ermənistanın siyasi, əgər biz Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin olunmasından danışırıqsa, bir mənalı şəkildə Ermənistanın siyasi elitası özündə güc tapıb, həmin o müdaxilələrdən özünü sığortalamalı, uzaq tutmalı, özünün bir növ immunitetini formalaşdırmalıdır. Çünki təcrübə də göstərir ki, Azərbaycanla aparılan danışıqlar özü müsbət nəticələr vermiş olur və bu müsbət nəticələr tək Azərbaycan üçün yox, həm də Ermənistan üçün müsbət nəticələrdir. Və Ermənistanda ki, nə zaman ki, siyasi dairələr bax bu adi bir, sadə bir reallığı dərk edəcəklərsə, onlar maksimum bundan dividendlə, uğurla çıxa biləcəklər. Yox, əgər yenə də həmişəki kimi 30 il ərzində həyata keçirilən deməli, Ermənistanla bağlı və Cənubi Qafqazla bağlı qərb dairələrinin müəyyən bir status quo-nu saxlanması ilə bağlı bir xarici siyasət kursu varsa və ona uyğun davranmağa Ermənistan cəhd edəcəkdir və ona uyğun bir status quo-nu saxlanması ilə bağlı bir xarici siyasət kursu varsa və ona uyğun davranmağa Ermənistan cəhd edəcəkdir və ona uyğun da öz fəaliyyətini quracaqsa, yenə də Ermənistan özünü təcrid bir vəziyyətdə saxlamış olacaqdır və nəticə etibarilə Avrasiya qitəsində söz sahibi olan güc mərkəzlərinin, siyasi dairələrin, o cümlədən də Azərbaycanın da bu prosesdə birbaşa olaraq iştirakı ilə reallərinə təbii ki, söhbət gedir və o cümlədən enerji təhlükəsizliyi ilə bağlı olan çox mühüm məqamlar, vəzifələr. Onlar birbaşa olaraq Azərbaycanın iştirakı ilə icra olunacaq və yenə də Ermənistan bu prosesdən kənarda qalacaq. Mühüm məqamlar, vəzifələr. Onlar birbaşa olaraq Azərbaycanın iştirakı ilə icra olunacaq və yenə də Ermənistan bu prosesdən kənarda qalacaq. Yeri gəlmişkən sonuncu bir məlumatı da deyim sizə. Dünən artıq Azərbaycan rəsmiləri ilə İran rəsmiləri arasında gedən danışıqların nəticəsi olaraq artıq Naxçıvanla Azərbaycanı əlaqələndirəcək yeni elektrik nəqllərin, enerjinin daşınması üçün İran ərazisindən yeni deməli, infrastrukturun yaradılması ilə bağlı razılıq əldə olunub və bu bir daha onu göstərir ki, Ermənistan nə qədər ki bu prosesi uzatmağa çalışır, Ermənistan nə qədər ki öz merkantil maraqlarından çıxış eləyərək bölgədə gedən sülh və təhlükəsizlik prosesinə maneçilik tərəfi, hətta belə bir təklif də irəli sürmüşdü ki, kommunikasiyaların Ermənistan üzərindən açılması, tək nəqliyyat kommunikasiyasının açılmasından söhbət və nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutmadan üzərindən açılması, tək nəqliyyat kommunikasiyasının açılmasından söhbət və nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutmur. Eyni zamanda enerji daşıyıcıların və digər deməli kommunikasiyaların da Ermənistan üzərindən həyata keçirilməsini nəzərdən keçirə biləcək bir və ya nəzərdə tuta biləcək bir yanaşma olacaqdır və nəticə etibarilə biz görürük ki, Ermənistan yenə də prosesi uzadır, amma bundan digər deməli dövlətlər, qonşu dövlətlər maksimum bundan yararlanmağa çalışır və onlar o fürsəti əldən vermirlər. Amma Ermənistan bu fürsəti, tarixi yaranmış bax bu fürsəti əldən buraxmış olur və əldən vermiş olur və nəticə etibarilə də getdikcə də özünü bataqlığa salmaqdadır.